Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Gümrah Rəhimov. Gümrah Kərimoğlu Rəhimov 17 dekabr 1944-cü ildə Borsalı rayonunun Sərvan kəndində anadan olmuşdur. 1952-ci ildə Marneoli Pedaqoji Texnikumunun nəzdindəki İbtidai məktəbin 1-ci sinifinə getmiş, 1956-cı ildə 1 nömrəli Marneoli Azərbaycan Orta Məktəbinin 5-ci sinifinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan məlahətli səsə malik olan balaca Gümrah elə uşaq yaşlarından çalıb oxumağı sevirdi. Buna görə də böyük qardaşlarının məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni Maarif Fakültəsinə verir və orada daxil olur. Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarıb təyinatla Cəfər Cabbarlı adına kinostudiyanın aktyorluq şöbəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə və kiçik, lakin yadda qalan rollar oynamışdır. Aktyor Gümrah elə olurdu ki, bir ildə 2, bəzən isə 3 filmdə çəkilirdi. Gümrah Rəhimov Qaçaq Nəbi filmində Tunç Vəli obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar oynamışdır və bu rolları ilə fərqlənmişdir. Bəyin Oğurlanması, Dədə Qorqud, Qaçaq Nəbi, Tütək Səsi, Babək, Nəsimi filmlərini göstərə bilərik. Gümrah Rəhimov 1994-cü il martın 26-sında vəfat etmişdir. Allah rəhmət eləsin.